duru yağı da işlədə bilərsiniz. Zeytun yağı da vurmaq olar, duru yağı da vurmaq olar. Yəni problem yoxdur. Yəni fərq eləmir o elə də. Keyfiyyətə görə deyirsinizsə, hə. Amma marinadlarda ən çox adi yağ istifadə edirlər. Nəyə görə? Yağ çox istifadə olunur. Zeytun yağı da həddindən artıq bahadır. Yəni bir dənə marinata ən az 1 litr yağ gedir. Yəni sən o marinaddakı yağı sonra çox istifadə edə bilmirsən. Yarısı itiyə gedir, yarısı da ki canında qalır. Ona görə ən çox üstünlüyü adi qarğadalı yağlarına üstünlüyü verirlər. Bunlar belə marinat edirik uşaqlar. Sonra indi keçək tərəvəzdən zaten hazır yağ. Ondan sonra bunları qızardaq. Tərəvəz içinə dolunur. Yox, içinə dolunmayacaq. Yağında verəcək. Bunları axırda qızardanda yüngül unlayıb qızardacaq. Nəyə görə? Unu vuranda canından suyunu çıxarmır çox. Yəni balıq yumşaq qalır. Unsuz eləyəndə bunu quruyur. Çünki bu ağ rəngdə olan balıqlar biraz yumşaq olur. Rəngi qırmızı olan balıqlar biraz bərk olur. Rəngi qırmızı olan balıqlar rahat qızartmaq olur. Nə yapışır, nə bir şey olur, nə də didilir düzgün qızardanda. Amma bunlar həm yapışa bilir, həm də ki suyu çox gedir, quru olur. Ona görə biz bu yüngül unlayırıq. Yəni tam da onun içində saxlamırıq da. Yəni panirovka məsəl üçün Kievski kimi unlamırıq. Bütöv yüngül bir dənə ona batırırıq, götürürük, qızardırıq. Ki canında suyu qalsın, həm də ki didilməsin, yumşaq olsun da içi. Onun üçün. Balığımız hazırdır, qalsın bu qaydada.